Ev və ya torpaq almaq mühüm qərarlardan biridir. Bu prosesdə bir neçə vacib məqama diqqət yetirmək, gələcəkdə yarana biləcək hüquqi və maliyyə risklərinin qarşısını almağa kömək edir. İlk növbədə əmlakın hüquqi statusunu yoxlayın. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin, o cümlədən çıxarışın mövcudluğu mühüm əhəmiyyət daşıyır. Əmlak üzərində hər hansı məhdudiyyətin olub-olmamasını araşdırın. Bu, gələcəkdə alqı-satqı və digər əməliyyatlar zamanı yarana biləcək çətinliklərin qarşısını ala bilər. Torpaq sahəsi əldə edərkən onun təyinatına diqqət yetirin. Torpağın hansı məqsədlə istifadəsinin nəzərdə tutulduğunu əvvəlcədən bilmək vacibdir. Fərdi yaşayış sahəsi tikmək istəyirsinizsə, bu yaşayış məntəqələrinin torpaqları olmalıdır. Kənd təsərrüfatı təyinatlı torpaqda ev tikmək olmaz. Əmlakın faktiki vəziyyətini və sərhədlərini yoxlayın. Xüsusilə torpaq sahələri ilə bağlı məlumatların kadastr sənədləri ilə uyğunluğu dəqiqləşdirilməlidir. Alqı-satqı əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun şəkildə notarial qaydada təsdiq edilmiş müqavilə ilə rəsmiləşdirilməsinə diqqət yetirin. Bu, tərəflərin hüquqlarının qorunmasına xidmət edir. Əmlakla bağlı məlumatlı olmaq düzgün qərar verməyin əsas şərtlərindən biridir. Hüquqları bilmək, sənədləri yoxlamaq və əmlak əməliyyatlarını etibarlı şəkildə həyata keçirmək gələcək risklərdən qoruyur.